Yeri gəlmişkən bir şey də sizə söyleyeyim və bunu da o sözümü qəribçiliyə salmayın. Trump özü Çalışaraq. Amerika Birləşmiş Ştatlarının qanunvericiliyinə görə 3-cü dəfə prezident ola bilməz. Bəli, bəli. ABŞ tarixində belə bir şey olmayıb. Bəli. Cəmi bir dəfə Bəli. Franklin Delano Roosevelt 4 dəfə olub. O zaman da məlum qanun Məhdudiyyət yox idi. yox idi, Şikəst adam idi, ona hörmətlə yanaşmışlar. Həm də müharibə məsələsi. Müharibə qanunu. Müharibədir və eyni zamanda psixoloji baxımdan da o şikəstliyi də öz rolunu oynamışdı o zaman. Əngəllidir. Ən Birləşmiş Ştatlarda seçkilərdə Trump hamını təəccübləndirə biləcək siyasətçidir. O seçkilərdə 3-cü dəfə namizədliyini verə bilməz, amma vitse-prezidentliyə namizədliyini verə bilər. Verəndə namizədliyin prezident seçkiləri tutaq ki, Vance, centilmen razılaşma ola bilir ki, sən bir müddətdən sonra deyirsən səhhətimlə bağlı və s. prezidentlikdən Ya da uşağım gedirsən, o təzə doğulub avtomatik onun özdə Birləşmiş tərbiyəsinə Ştatlarda məşğul olur. vitse-prezident həm də senata Bəli. rəhbərdir. Deməli, onun Bəli. üstünlüyü var. Bu nöqteyi nəzərdən avtomatik olaraq onun yerinə keçmə ehtimalı və bu ABŞ-ın tarixində bir şəxsin 3 dəfə prezident olması anlamına gəlir. Yəni bütün bunların hamısını mən söyləyirəmsə, Birləşmiş Ştatların əleyhtarı olan demokratlar çoxdan bilirlər. Ona görə də Trumpın maksimum zəiflədilməsi olan əsas hədəflərindən biridir.